Reduksiya edicinin 2 mol oksidləşdikdə neçə qram su alınar deyir. Burada gəlin baxaq. Kalsium əmsallaşlarında sıfırdan gəlib müsbət 2-yə, yəni kalsiumda 2 keçirimiz var. Azot gəlib müsbət 5-dən müsbət 1-ə, N2-də burada indeksi nəzərə alacağım. Müsbət 1, 4, 2-yə vuranda 8-dir. İndeksləri nəzərə alırıq. 1, 4 çarpaz 4, 1. Kalsiyuma 4, N2 bura 4 düşür. Deməli, 8 azot burada var. 2, 10 eləyəcək. Bura 10 düşür. Suya da 5 düşür. Deyir ki, 2 mol oksidləşdikdə burada kalsiumdur, yəni reduksiya edici. 4 mol oksidləşəndə neçə qram su? 5 vurulsun 18, yəni 90 qramdırsa 2 mola da x olacaq. X da buradan eləyəcək 45, yəni cavabımız C variantı.